Salamlar, vaxtınız xeyir olsun değerli YouTube izləyicilərimiz. Bu yine səhiflərimiz həmimiz Xırdalan şəhərində 596 nömrəli marşrut dənizanına yaxın bir məsafədə 7 nömrəli məktəbə yaxın bir yerdə yerləşir. Ekoloji zaten hündür yerdir, təmiz havası var, hündür bir ərazidir. Yəni bilənlər bilir ki, bu ərazidə nəmişlik deyilən bir şey yoxdur. Değerli izləyicilər, Xırdalan şəhərinin ən hündür yerlərindən biridir. Keçid etdik həyət evimizin dəhlizində 4 daş kürsüdən ibarətdir. Əşyalı satılır. Yalnız televizor və şəxsi əşyalar götürüləcək. Qalan əşyalar qalacaq evdə. Ümumi sahəsi həyətlə birlikdə 63 kvadratdır. Tikili sahəsi 50 kvadratdır. Bura oldu həyət evimizin qonaq otağısı. Gənc ailələr üçün və alıb kirayə vermək üçün çox gözəl bir ailədir. Az saylı ailələr üçün çox gözəl bir variantdır değerli izləyicilər, daha doğrusu. Bura oldu sanuzeli, belə bir sanuzeli var. Sənəd bələdiyyə qiymətləndirmə sayğaclar. Asan xidmətlər, Asan Kommunal şöbəsində yerin sahibinin adına keçəcək. Burada oldu, gördüğünüz kimi yataq otağısı. Değerli izləyicilərimiz, bura oldu gördüğünüz kimi mətbəxi. Mətbəxinin döşəməsi mərmər, qranit və mebel yerinə və divarları kafeldir. Qiymətin şərh bölməsinə gedəcəm, real alıcıya yerində edirəm. Olacaq 5 nömrəli məktəbə də yaxın düşür, haradasa 7 nömrəli məktəb, 596 nömrəli marşrut və 7 nömrəli məktəb Almaç və digər iri supermarketlər əhatəsində yerləşir. Bu günlük bu qədər. Sağ olun değerli izləyicilər.